Qız uşaqlarında yumurtalıqlar doğudan problemlər, istər ana bətnindən, istər doğuşdan sonra yarına ola bilir problemlər. Bunlar ən çox yer tutan yumurtalıqların kistalarıdır. Yumurtalıq kistası ana bətnində belə baş verə bilir, yarana bilir və bunlar bəzən ağırlıq eləyərək ana bətndə yumurtalıqla bərabər burulur və burulduğuna görə, qan dövranı pozulduğuna görə nekrozlaşır, həm yumurtalığı məhv edir və həm özü kist vurularaq bir belə törəmə kimi, qatı mayeli bir kütlə kimi görünür. Doğuşdan sonra bunlar mütləq cərrahi olunaraq aradan qaldırılmalıdır. Amma digər kistalar, yumurtalığın istər dermo kistası, istər hansı ki folikulyar kistası nə zaman cərrahi əməliyyat olmalıdır? Əgər çox böyük kistadırsa, həddindən artıq böyükdürsə və bu artıq ağrılı edə bilərək burulma yarada bilərsə və qarın boşluğunda artıq vizual olaraq gözlənilir və palpasiya olunaraq izlənilirsə, o zaman cərrahi müdaxiləyə göstərişdir. Digər kistalar bəzi hallarda geriyə sovrularaq itə bilir deyənə yumurtalıq kistalarına hər zaman cərrahi müdaxilə tövsiyə olunmur və bundan ötürü professional bir ultrasəs müayinəsi keçməli və professional uşaq cərrahi ilə baxaraqdan sonra qərar verilməlidir. Valideynlər bu konuda çox diqqətli olsunlar. Təşəkkürlər.